Mən indi sizə ilk öncə danışacağım formativ qiymətləndirmənin birinci elementi olan təlim məqsədlərinə uyğunluq. Təlim məqsədlərinə uyğunluq müəllimlər o deməkdir ki, bugün mən nəyi keçirəmsə, onu qiymətləndirəcəm. Əgər ismi keçib, gedib sifətdən qiymətləndirmə salacamsa, yəni burada SMART-da da biz illik planlaşmada SMART-da da dedik ki, ölçülə bilən olması. SMART-ın M-sı, measurable, ölçülə bilən olmasıdır. Yəni ölçülə bilməlidir. Ölçülə bilmək o deməkdir ki, mən deyək ki, feili keçib gedib zərfdən sual salacamsa, burada ölçülə bilən olmayacaq. Həm də burada qiymətləndirmənin uyğunluq prinsipinin pozulması olacaqdır. Ona görə də təlim, yəni qiymətləndirəcəyimiz məqam bizim məqsədlərimizə uyğun şəkildə müəyyən olunmalıdır. İkinci danışacağım mən qiymətləndirmə deməli formativin elementlərindən olan qiymətləndirmə meyarlarının olması. Ümumiyyətlə müəllimlər, baxın, gəlin baxaq. Meyar nədir? Meyar bir bacarıq deməkdir. Yəni meyar bir bacarıq deməkdir. Biz hansı bacarığı formalaşdıracağıq şagirddə? Yəni mən bu gün şagirddə hansı bacarığı formalaşdıracağam? Hansı bacarığı yoxlayacağam? Yazı bacarığını, oxu bacarığını, dinləmə bacarığını, hesablama bacarığını, hansı bacarığı yoxlayacağam? Yəni bax bu bizim meyarımızdır. Bu qiymətləndirmə meyarlarını biz hazırlayarkən nələri nəzərə almalıyıq? İndi ona baxacağıq. Ümumiyyətlə İlk öncə nəzərə almalıyıq, uyğunluq prinsipini nəzərə almalıyıq. Yəni müəllimin əsas işi alt standartın reallaşdırmasıdır. Bu gün vurma və bölmə ilə bağlı məsələləri həll etmək tələb olunurdusa, o zaman qiymətləndirmə meyarları da bu bacarıqları ölçməlidir. Bundan başqa qiymətləndirmə meyarlarımız aydın və spesifik olmalıdır. Anlaşılan olmalıdır, dəqiq olmalıdır, aydın şəkildə olmalıdır. Elə bir formada olmalıdır ki, şagird tərəfindən asan başa düşülən olsun. Şagird ümumiyyətlə və biz qiymətləndirmə meyarlarında dərsin əvvəlində şagirdlərə elan etməliyik. Və şagird biləndə ki, hansı bacarığa sahib olacaqdır, öyrənmə o zaman onun üçün effektiv olacaq. Ona görə də mütləq şəkildə biz dərsin əvvəlində həm təlim nəticələrimizi, yəni təlim məqsədlərimizi, həm də qiymətləndirmə meyarlarımızı şagirdlərə mütləq şəkildə bildirməliyik. Qiymətləndirmə meyarları biz deyəcək ölçülə bilən olmalıdır. Yəni effektiv qiymətləndirmə prosesinin aparılmasını deyək ki, təmin edilməlidir. Burada onların inkişafına yönəlik biz konstruktiv rəyin verilməsi əsas rol oynayır. Yəni formativ qiymətləndirmədə üçüncü element olan effektiv əks əlaqənin aparılmasıdır. Effektiv əks əlaqə nə deməkdir müəllimlər? Ümumiyyətlə əks əlaqə, məsələn, harada görərsiniz, siz çaşmayın. Əks əlaqə nədir? Rəy deməkdir. Yəni əks əlaqə, rəy eyni bir anlayışdır. Yəni burada effektiv əks əlaqədə müəllim şagird ünsiyyətində əks əlaqənin rolu xüsusi bir əhəmiyyəti vardır. Yəni qurulan əks əlaqə məqsədə uyğun olduğu halda şagird üçün faydalı olur. Yəni məqsədə görə, yəni yenə verdiyimiz rəy yenə bizim məqsədimizə uyğun olmalıdır müəllimlər. Görürsüz, hər bir şey təlim nəticəmizə, verdiyimiz rəy meyarlara, yenə məqsədimizə uyğun şəkildə müəyyən olunmalıdır.